Qaşlarımızı qaldırırıq. Belə mərkəzə yaxınlaşdırırıq qaşlarımızı. Əla. Gözlərimizlə gülün. Heç bir quruşumuz qalmıyor. Bir də qaşlarınızı yuxarı qaldırın. Sağ, sol korreksiyaya məncə ehtiyac yoxdur. Simmetrikdir. Mərkəzdə də bir də təkrar edin mərkəzə. Mənə baxın. Mənim elədiyim kimi mərkəzə. Əla. Heç bir quruşumuz qalmayıb demək olar ki. Ha? Niyə gəlmişik bəs? Hər şey əladır. Tanali var üzümüzdən. Yaralarımız var. Onlara istəsəz bir şeylər eləyərik. Məncə korreksiyalıq heç nə yoxdur hal-hazırda. Tam tutubdur. Əvvəldən qalma qırışlarımız var. Onlar artıq statik qırışlardır. Uzun müddət botoks istifadə edəndən sonra onlar da bir miqdar azalmağa başlayacaq. Gələcəkdə gəncləşdirmə prosedurları eləyərək, həm biolar, həm kollajen aşılar eləyərəkdən o qırışlara da kiçik-kiçik müdaxilələr eləmək olar. Belə, məncə sezonluq müalicəsinə başlayaq və sizə yaxşı bir qulluq rutini yaradım. Səhər, günorta, axşam istifadə edəcəyiniz nəmləndirici, günəşdən qoruyucu və üz yumu. Yaxşımı?